عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا. Peyğəmbər və ali Peyğəmbərə, şəhidlərimizin ruhuna, üləma, Seyyid-i Sadat, bivaris, bədvarislərin ruhuna, boynumuzda haqq olanların ruhuna, İmam-ı Zaman Aleyhisselamın sağlamlığı və təcili zuhuruna xatir salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bugün söz verdiyimiz kimi inşallah Qur'anın dili ilə tanış olmaq baxımından bəhs eləyəcəyik. İnşallah bundan sonra bəhslərimizi belə başlayacaq. Qur'anın dili var, qardaşlar. Necə ki, hər millətin dili var, necə ki, hər elm sahəsinin dili var, Qur'an-ı Kərimində dili var. Sən bir nəfər həkimə deyə bilməzsən ki, o biri həkim dostundan bu tibbi dildə danışma, başqa dildə danış. Çünki o başqa dildə danışsa, çox çətin başa düşərlər bir-birlərini. Onların öz dilləri var. Ya bir nəfər tacir ki, bazarda ticarətlə məşğuldur, o bir sözdən, o birinin bir sözündən bilir ki, bu nə demək istədi. Ya bir nəfər molla başqa molla ilə bir dənə sözlə başa düşür. Məsələn, deyir, gəlib bir müstəhiddən soruşurlar ki, heyvanı necə kəsmək lazımdır? Müstəhid də deyir ki, əgər odaca ərbəə qət olsa fəbiha və illə fəla. Nə dedi? Qalın məhədir. Öz dili var onun. Əgər 4 dənə damar kəsilsə, halaldır, yoxsa yox. Hər kəsin öz dili var. Qur'an-ı Kərimində öz dili var, öz üslubu var. Amma bu üslubu başa düşməyən bəzi düşüncədən kəmlər Qur'anın ayələrini öz istədikləri kimi məna eləyib İslama zərbələr vururlar. İslamçılığa zərbələr vururlar. Baxın, İslam dininin başqa dinlərlə, başqa etiqad məktəblərinin əsas fərqi budur ki, İslamın həm xaliqi əl çatmaz, üngetməz, çox ali, çox pak, maddə və madiyyat aləminə bulaşmayan bir xaliqdir. Həm İslamın rəhbərləri insanın fövqündə yox, fövqəladə insandır. Bu İslamın özəlliyi və gözəlliyidir. Bunu başa düşməyən və ya başa düşüb qəsdən özünü başa düşməməzliyə vuran bəziləri İslama elə məsələləri İslam adına yazırlar, deyirlər, qeyd eləyirlər, hətta mübahisə eləyirlər, mübarizə aparırlar bu əqidələri cəmaatın beyninə yeritmək üçün ki, bir nəfər ziyalı adam İslama nəzərə salsa, deyər ki, bu o İslam ki, iddia edilir, bu o deyil. Onlardan birini istəyirəm inşallah bugün burada qeyd eləyək. Baxın, Qiyamət surəsi var Qur'an-ı Kərimdə, hamınız oxuyursunuz. Qiyamət surəsinin 22-ci, 25-ci ayələrinə tərcüməli Qur'anımız doğrusa baxa bilərsiniz. Belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Vucuhun yevməizin nadirəh. Qiyamət günü, bugün bəzi çöhrələr var ki, şaddırlar, şəndirlər, fərəhlidirlər. İlə rabbihə nazirəh. Öz Rəblərinə nazirdirlər. Və vucuhun yevməizin bəsirəh. Və bəzi çöhrələr var ki, bugün qiyamət günü tutqundurlar. Tavunnu ən yuf'alə bihə fəqirəh. Bilirlər ki, onlara bel sındıran əzab nazil olacaq. Allah bizləri qorusun. Bu ayə ki, ayənin içində var ilə rabbihə nazirəh, öz Rəblərinə nazirdirlər. Bu ayə bəzilərini çaşdırıb. Deyirlər ki, bəli, biz qiyamət günü Allaha baxacaq, Allahı görəcəyik. İddia eləyirlər qiyamət günü Allahı görmək mümkün olacaq. Gəlin görək bu iddiaları düzgündür ya yox. Əvvəla,
Nazir sözü ərəb dilində nəzarət edən, nəzər edən deməkdir. Bir mənası baxmaq. Bir mənası intizardır, gözləmək. Bunu mən demirəm, bunu deyir. Qazi Abdülcəbbar Mü'təzili Əl-Muğni kitabında deyir ki, Əbu Hatəm Razi Mücahiddən belə nəql edir. Öz Rəbbinə baxar, yəni gülər üzlə, parıltılı gözlərlə Rəbbinin savabını gözləyər. Bu bir. İkincisi, bu hədis ki dediyim, Abdülcəbbar Mü'təzilinin Əl-Muğni kitabında 4-cü cilddə 212-ci səhifədədir. 212-213 bu arada. İkinci, məlumdur ki, insan baxanda üzlə baxmaz, gözlə baxar. Ayə deyir, vücuhun, bəzi çöhrələr var. Demir, ə'yunun, bəzi gözlər var. İndi siz deyə bilərsiniz ki, ayədə məcazən çöhrələr deyib də, adam elə baxanda deyirlər, filan kəs üzünü tutdu, filan kəsə dedi. Yəni, məsələ burasındadır ki, o adamlar ki, iddia eləyirlər, biz Allahı görəcəyik, onlar şiddətlə etiraz edirlər o adamlara ki, o adamlar ayəni məcazi mənə eləsin. Deyirlər ayədə necə var elə qəbul olunmalı. Elə bir adam tanıyırsınız ki, üzün tutsun adama, baxsın üzüyünə. Mən tanımıram. Bir nəfər adam üzü ilə adama bax. Adam gözü ilə baxar adama. Gözlə baxmağı isə Allah Taala qəbul etmir Quran-ı Kərimdə. İnkar eləyir. Yadınızda saxlayın, deyəcəm hansı ayədə. Allah Taala Quran-ı Kərimdə inkar eləyir ki, məni gözlə görmək olmaz. Üzləndəki baxmaq olmaz. Görmək olmaz. Nə qaldı ortalıqda? Məcburuq ayəni başqa cür mənə eləyək. Bu iki. Üçüncü məsələ budur. Ümumiyyətlə çöhrə deyəndə insan nə başa düşür? Deyirlər ki, Azərbaycanın görkəmli çöhrələrindən, görkəmli simalarından biri filan kəs. Sizdən soruşuram, görkəmli sima deyəndə, görkəmli çöhrə deyəndə məqsəd o adamın üzüdür, ya bütün varlığıdır? Şəxsiyyətidir də. Bəli, insan şəxsiyyətini Allaha baxa bilər. Qəlbin gözü ilə. Necə ki, hədislərdə var, inşallah qeyd edəcəyik. Ümumiyyətlə, insan qəlbin gözü ilə Allaha baxmağa görə gəlib bu dünyaya. Salavat Muhammed Ali Muhammed. Allahümme salli ala Muhammed. Bütün bunlara qoysaq kənara, yəni hələ demədik ki, insan qiyamət günü Allahın savabını gözləyəcək. Hələ demədik ki, insan üzü ilə baxmaz, gözü ilə baxmaz, baxar. Hələ demədik ki, çöhrə deyəndə insanın vücudu nəzərdə tutulur. Ümumiyyətlə, ayənin sisteminə baxanda, Quranın dilinə baxanda, görürsən ki, orada baxmaqdan, baxmamaqdan söhbət getmir ki. Orada başqa şeydən söhbət gedir. Qiyamət günüdür. Möminlər bir səhvdə dayanıb, kafirlər bir səhvdə dayanıb. Bunlar savab gördülər, onlar günah. Cəza. Burada nə baxmaqdan söhbət gedir. Bəzi şəxslər var, Qurana elə primitiv baxır ki, Quran özü qəbul eləmir onu. Məsələn, deyir ki, Allahın əli var, inşallah o bəhsə girəcək. Niyə? Allah şeytan dedi ki, mənim öz iki əlimlə yaratdığım varlığa niyə səzdə eləmirsən Adəmə? Deyir, Allahın iki əli var. Ay qardaş, şeytan Allahdan soruşmuşdu ki, ilahi, sən Adəmi əlinlə yaratdın, ya ayağınla yaratdın, ya barmağınla yaratdın. Ki, Allah deyirdi, mən iki əlinlə yaratdın. Niyə deyirdi Allah bu sözü? Yəni, iblis, sən ki səzdə eləmirsən Adəmə, başqası da öyle, mən yaratmışam da. Bu, niyə səzdə eləmirsən mən yaratdığıma? Şəxsən mən yaratmışam. Bilirsiniz bu söz nədir? Quran ərəblərə nazil olub da, ərəbin o adət-ənənələrinə, mentalitetinə, istilahına, termininə nazil olub da. Bizdə də deyərlər, mən filan kəsi öz əllərim üstə böyütmüşəm. Düz deyil, yox.
70 kilo adam əl üstə yazdıra bilər o. Və niyə deyir əllərim üstə? Yəni, mən böyütmüşəm onu. Mən şəxsən böyütmüşəm onu. Öz əlimlə özümü bəlaya saldım. Əlinə saldım, bir söz deyib, dilinə. Nəysə, bəs qalsın soruya. Çıxmayaq, bəsdən bir dənə salavat zikr edəyəm. Allahümmə salli ala Muhammed. Bu dediklərimiz hələ ayənin öz təfsirinə aid idi ki, iddia edirik, bunlar düz demirlər. Və ən əsası. Ayəyə baxın, 22-ci ayə belə deyir. Bəzi çöhrələr o gündə, bir sıra çöhrələr var ki, o gündə şaddırlar. Öz Rəblərinə baxarlar. Bir sıra çöhrələr isə tutqundurlar, əzab gözləyirlər. 2 sıra oldu. Bir sıra əzab gözləyir, o biri sıra neyniyir? Da Allahına baxmaz ki, savab gözləyər də. Bir sıra ki, əzab gözləyir, o biri sıra nə gözləyər? Savab gözləyər də. Və bundan əlavə, laf belə hamısını qoyduq kənara, dedik, bəli, Rəblərinə baxırlar. Bizim özümüzdə baxmaq belə mənada işlədilmir. Deyirlər, filan kəsin əlinə baxır. Əslində elə deyil ki, o qalıb o şəhərdə, çəklə, bankla pul göndərir buna. Deyirlər, bu o şəhərdəkinin əlinə baxır. Hardan gördü onun əlin? Yəni, o bunu dolandırır. Bu da Rəbbinə baxır. Görmürsünüz də, uşaq istəyir atası bazardan gələndə bir şey versin ona. Uşaq neyniyər? Baxar uşaq atasının izinə, əlinə. Niyə? Nə olub bala? Uşaq desin ki, hə, mən baxdım atama. Heç dəxli var. Yəni, nəsə gözləyir də onunla. Baxır, yəni gözləyir. Yəni, intizarı var, umur. Baxır, yəni umur. Mən başa düşə bilmirəm, bu qədər mümkün mənalar qala-qala, niyə gedib o qeyri-mümkündən yapışıb, bu yazıqlar. Hələ bu əqli dəlilləri və bunu inkar edən ayələr qalsın sonraya bəhsin axırına. 2-ci ayə ki, iddia edirlər, biz Allahı görəcəyik. Balam, niyə görəcəksiniz Allahı? Deyir ki, Allah Taala Kəhf surəsinin 110-cu ayəsində buyurur ki, biz onu görəcəyik. Siz bir dənə salavat deyin, mən Kəhf surəsini tapım. Allahümmə salli ala Muhammed və ali Muhammed. Kəhf surəsi 110-cu ayə. Nə buyurur Allah Taala? Qul innəmə ənə bəşərun mislukum yuha iləyyə ennəmə ilahukum ilahun vahid. De ki, mən də sizi kimi adamam, bəşərəm. Bir dənə fərqim var ki, mənə vəhy olunub ki, sizin Allahınız vahid Allahdır. Fəmən kanə yərcu liqaə Rəbbi, hər kəs öz Rəbbini görmək istəyir, Rəbbi ilə görüşmək istəyir, Rəbbinin liqasına ümid bəsləyir. Fəlyə'məl əmələn salihə, salih əməl eləsin. Və la yüşrik bi ibadəti Rəbbihi əhədə. Öz Rəbbinin ibadətində heç kəs şərik qoşmasın. Bu ayədəki fəmən kənə yərcu liqaə Rəbbih, hər kəs öz Rəbbinin liqasına ümid bəsləyir. Bunlar götürüblər, liqa nə deməkdir? Görüş nəyə deyirlər? Görüş, bunların birində baxmaqdır. Deməli, biz Allah görəcək. Kim salih əməl olsa, Allah görəcək. Bunun cavabı hələ bu ayənin özündən nədir? Əgər biz iddia etsək ki, bu ayəyə əsasən salih əməl edənlər və Allaha şərik qoşmayanlar Allahı görəcəklər, onda əgər bu liqanı doğrudan da görüş kimi qəbul edəsək, buyurun Tövbə surəsi 77-ci ayədə Allah Teala buyurur ki, münafiqlər də mənim liqama nail olacaqlar. Ayə hansıdır? فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَى يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُ اللّٰهَ مَا وَعَدُهُ وَبِمَا كَانُوا يَكْذِبُونَ. Allah Teala onların qəlbini nifaq zülmətxanasına çevirdi, Allahla görüşəcək günlərinə qədər. Niyə? Allahın vədəsinə xilaf elədilər və Allahın deyillərinə təksib elədilər. Allah o münafiqləri Allaha görəcək günə qədər onların qəlbini nifaq zülmətxanasına çevirdi.
onda bu ayənin mənası ləğv olur. Fəmən kanə yərcu liqa rəbbi fəlyəməl əmələn salihə. Hər kəs istəyir ki, mən Allahın liqasına nail olsun, salih əməl eləsin. Niyə? Sən tövbədə demirsən də münafiqlər də sənin liqavına nail olacaqlar. Yox, Allah Teala bunu demir ki. Buna Allah Teala'ya böhtan atanlar deyirlər. İftira yaxanlar deyirlər. Deməli, bu ayədən də çıxartmaq olmaz ki, Allaha görəcək. Yenə də Qazi Əbdülcəbbar Mötəzili gözəl bir söz deyir liqa haqqında. Buyurur, liqa və rü'yət, yəni görmək sinonim deyil. Sinonim deyirlər də ona, eyni söz ona. Niyə? Çünki bir nəfər kör şəxs deyə bilər ki, məsələn, mən getdim filan kəsin görüşünə. Deyə bilər, deyə bilməz. Amma kör şəxs deyə bilməz ki, mən getdim filan kəsi gördüm. İnsan Allahla görüşə bilər, amma görə bilməz. Salavat-ı Muhammed Ali Muhammed. Allahümmə salli ala Muhammed. Bu, kör şəxsin liqa etməsinin mümkünlüyü və görməsinin qeyri-mümkünlüyü dəlilini Əbdülcəbbar Mötəzili yazır Şərh-ü Usulil Xəmsə kitabında 265-ci səhifədə. Bir dənə də Fəxri Razi, böyük təfsir sahibi, təfsiri kəbirin müəllifi bir istidlal edir. Deyir ki, bu ayə ki, Allah Teala buyurur, Fəmən kanə yərcu liqa rəbbihi fəlyəməl əmələn salihə. Hər kəs istəyir Rəbbini mülaqat eləsin, onun liqasına nail olsun, salih əməl eləsin. Bu ayədə və bir də Mütəffifin surəsinin 15-ci ayəsində. Mütəffifin surəsinin 15-ci ayəsində Fəxr Razi istidlal edir ki, doğrudan da biz Allah'a qiyamət günü gələcəyik. Cənab-ı Fəxr, niyə? Deyir ona görə ki, mömin olmayanlara Allah Teala buyurur ki, onlar öz Rəblərindən məhcubdurlar. Onların qarşısında maniə var öz Rəblərinə qarşı. Hansı ayədə? Mütəffifin 15. Kəlla innəhum an Rabbihim yevmə izinlə məhcubun. Xeyr, onlar bugün öz Rəblərindən məhcubdurlar. Məhcub, yəni onlarla Rəblərin arasında hicab var, maniə var. Elə bu dediyimiz sübut ki, əgər görməmək mümkünsə, münafiq də görməyəcək, mömin də. Görmək mümkünsə, mömin də, münafiq də görəcək ayyə əsasən. Əgər o mənada götürsük. Burada gəlir bu sübut. İkincisi, demir ki, Rəblərini görməkdən məhcubdurlar, deyir, Rəblərindən məhcubdurlar. Nəyə əsasən iddia eləmək olar ki, Rəblərini görməkdən məhcubdurlar? Ax, siz iddia edirsiniz ki, ayəni başqa tür mənə eləmək olmaz. Necə var elə mənə eləmək lazım. Və bundan əlavə, Səhih Buxaridə və Səhih Müslimdə mən özüm minimum 3-4 hədis görmüşəm ki, yazır ki, qiyamət günü möminlər də, münafiqlər də hamısı Allah'a görəcək. Necə eləyək biz? Cənab-ı Fəxr, sənin sözünü qəbul eləyək? Ya o kitabı qəbul eləyək ki, sən deyirsən ki, əgər adam əlini Qurana basıb Allaha and etsə ki, sihahda olan bütün hədislər düzdür, Səhih Buxarıda olan hədislər düzdür. Ona kəffarəzat lazım deyir, düpbəz zandır. Nəyə indi biz? Bu paradoksu necə qəbul eləyək? Bu ziddiyyəti necə qəbul eləyək? Absurdu necə qəbul eləyək? Bir dənə də salavat zikr eləyək. Allahümmə salli ala Muhammed. Bundan əlavə, bizim hədisi qəbul eləməkdə meyarımız var. Ümumiyyətlə, qardaşlar, bir söz deyim, dünyada meyarsız yaşayan insanın həyatı olar darmadağın. İnsanın meyarı olmalıdır hər şey üçün. Ölçü, mizan, tərəzi olmalıdır. Bazarda alveri tərəzi ilə eləyərlər. İnsanın şəxsiyyətinə tərəzi ilə, ölçü ilə baxırlar. Bu yaxşıdır, pisdir, səviyyəsi var, yoxdur. Burada da meyar olmalıdır. Hədislərin düzlüyünün meyarı Quran-ı Kərimdir, qardaşlar. Qurana zidd olan hədisi vur divara, Peyğəmbər buyurub. Bundan da əlavə, bunlar hamısı insan ağlına ziddi əqli dəlillər gətirəcək. Ondan qabaq
qoy bunların əksinə olan ayələr gətirək. Bildik ki, bu ayələrin təfsirində səhv edirlər. O ki, iddia edirlər qiyamət günü möminlər Allaha baxacaqları onu görəcəklər mənasında təfsir etmək düzgün deyil. Niyə? Birincisi, baxacaqlar nəsə gözləmək mənasında, ummaq mənasında ola bilər. İkincisi, bir neçə mötəzili alim yazır ki, sünni alim yazır ki, doğrudan da o nazir sözü intizar mənasını verir. Üçüncüsü, insan Allaha üzü ilə baxmaz, gözü ilə baxar, gözü ilə baxmağı da Quran nəfi eləyir. Dördüncüsü, oradakı 23-cü ayə 25-ci ayə ilə ziddir, müqabildir. Zid yox, müqabildir, qarşı-qarşıyadır. O möminlər Allahdan rəhmət gözləyirlər, bunlar da əzab gözləyirlər. Bu əzab gözləyirsə, o biri rəhmət gözləməlidir, çünki onun qarşısındadır. İkinci ayə Kəhf surəsinin 110-cu ayəsinə istinad edirdilər ki, istinad gətirirdilər ki, hər kəs salih əməl etmək eləsə, Allahın liqasına nail olar. Liqa görmək mənasında deyil. Çünki əgər elə olsa, münafiqlər də liqaya nail olacaqlar. Və üçüncü məsələ, Mütəffifin surəsində deyirlər ki, bu ayə ki, buyurur Allah Taala'dan kafirlər məhcubdurlar, Allaha baxmaqdan məhcubdurlar demir. Və bundan da əlavə qeyd etdiyimiz dəlillər ona da şamildir və indiki dəlillər. Ən'am surəsi 103-cü ayə buyurur ki, Əuzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. La tudrikuhul əbsaru və huvə yudrikul əbsara və huvəl latiful xabir. Gözlər Allahı dərk etməz. Əbsar, yəni gözlər. Allahı dərk etməz. Allah isə gözləri dərk edər. Və o, lətif və agahdır. Baxaq ayə. Nə deyir ayə? Qazi Əbdülcəbbar Mötəzili, bayaq dediyim alim, yazır ki, əgər bir nəfər ərəb gəlsə desə ki, Ədrəktuhu bi basari və mə rəəytuh, mən onu gözlərimlə dərk etdim, amma görmədim, ərəb ona gülər. Deyər, sən nə danışırsan? Bu gözün görməkdən başqa dərk qabiliyyəti var. Gözün dərk qabiliyyəti görməkdir də. Sonra ötürür beyinə nəsə proses aparır. Gözün dərk qabiliyyəti görməkdir. Sən deyirsən ki, mən onu gözümlə dərk etdim, amma görmədim. Bəs neynədin gözündən onu? Bu qeyri-mümkün sözdür, ifadədir. İndi ki belədir, Quran buyurur, La tudrikuhul əbsar, gözlər onu dərk etməz. Yəni, neynəməz? Mən başa düşmürəm, Allah Teala necə deməlidir ki, məni görmək olmaz? Necə deməlidir? Allahın səbri çoxdur, saxlayıb qiyamətə. Amma o dərk edir gözləri. Yəni, o əhatə edib gözləri. Ay qardaş, Allah bizə başa sarar ki, göz o şeyi görür ki, onu dairəyə alsın, əhatəyə alsın. Allah bizi əhatəyə alır, biz Allah'a əhatəyə ala bilmərik. Göz Allah'a dərk edə bilməz. Sonra buyurur, və huvəl latiful xabir, o lətifdir. Lətif varlığa deyirlər ki, həddən artıq zərif, incə, necə deyim, toqquşmayan var. Məsələn, bax, bu mikrofon çobuddur. Ona görə də vursan şüşəyə, şüşəni sındırıb keçir o tərəfə. Amma o işıq lətifdir. Çünki şüşəni sındırmadan keçir o tərəfə. Allah lətafətin son dərəcəsindədir. Onu bu çobud şeyləri görən göz necə dərk eləyə bilər? Bu göz ki, adi enerjini görə bilmir, enerji var ha, naqillərdə gedir. Onu göz görə bilir? Enerjini göz görə bilir? Allahı necə görəcək? Odur ki, Allah buyurur ki, La tudrikuhul əbsar. Gözlər onu dərk etməz. Quranda heç bir ayə budur, açıq-aşkar yoxdur ki, desin ki, məsələn, Allah görmək olar. Ən güclü ayələri Qiyamət surəsində onda deyir ki, Vucuhun ilə Rabbihə nazirə. Bəzi çöhrələr var ki, Allaha nazir deyirlər. Nazirin də o qədər mənası var dedik. Ayə açıq-aşkar deyir, La tudrikuhul əbsar. Ay ki, göz onu görə bilməz, dərk eləyə bilməz. Salavat Muhammed Ali Muhammed.
İkinci subutumuz Taha surəsidir. 110. Ya'lamu ma beyne eydihim ve ma khalfahum. Allah Taala onların önündə və arxasında olan hər şeyi görür, bilir. Və la yuhitun bihi ilma. Heç kəs Allah Taalanı elmdən əhatə edə bilməz. Heç kəsin elmi Allaha dərk tapa bilməz, ona əhatə edə bilməz. İmam Rıza sallallahu aleyhin huzuruna bir nəfər gəlir, deyir ki, ağa, Əl-Mizandadır bu hədis. Ərz edir ki, ağa, belə bir hədis yayılıb və məşhurdur ki, Allah Taala Musa peyğəmbəri öz danışığı ilə iftixara nəsib etdi, iftixarlandırdı, müşərrəf etdi. Həzrəti Muhammed sallallahu aleyhi və səlləm isə özünü görməklə, özünü göstərməklə müftəxər etdi. İmam Rıza ağa çox narahat olur. Soruşur ki, o tərəf, ağa, nə oldu, qəbul edər misin? Əlbəttə qəbul eləmirəm bu hədisi. Bu nə hədisdir? Allah Taalanı peyğəmbər görməyib, gözlə. Heç kəs görə bilməz. Subut gətirir sonra imam. Buyurur ki, insan bir şeyi başa düşmək üçün əsas nə lazımdır? Görmək. Əgər görmək mümkün olmasa, insan gedir elmi yollarla onu subut eləyir. Doğrudur ya, yox. Görmək mümkün deyil, insan məcburdur elmi yollarla, subutla dəlillə onu subut eləsin, ələ gətirsin. Allah ki buyurur, وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا. Heç kəs Allah Taalanı elmdən əhatə edə bilməz. Bəs görə bilərlər? Elm o zaman lazımdır ki, görməyin hünəri çatmır, dayanıb, keçir elm etapına ki, elmlə onu dərk eləsin. Misallar çoxdur, öz bilirsə həyatda nə qədər şeylər var. Elə məsələn, atomun içindəki o xırda varlıqlar ki var, onu görə bilmirlər ki. Təsirlərindən, proseslərdən başa düşürlər ki, elə varlıq var. Görsəydilər, o elmi yollara subut lazım idi. Mən sənə deyirəm ki, gəl gedək, məsələn, Peyğəmbərin möcüzəsini özün gör. Getdik, Peyğəmbər deməsə, əsanat deyir, oldu əjdaha. Gördün, hə? Sonra deyirəm ki, sən bunu dərk edə bilməzsən elmi yoluna. Niyə? Gördüm də elmi yolunu niyə dərk eləməliyim? Hə, görməsəm, başlayacam, bəli, Peyğəmbər düz danışan idi, Allah Taala düz danışandır, bunlar yalan danışmazdır, subut, bəli, Musa Peyğəmbər möcüzəni göstərir. Amma mən ki, möcüzəni gördüm, da bunu subut eləməyə ki, doğrudan bu möcüzə baş verib mənə elm lazımdır. Mən gördüm də. Hələ buna gətirib çıxardaq. Biz Allah Taalanı nə zaman düzgün dərk edərik? O zaman ki, Allahın nişanələrini görək. Qardaş, indi oxuyuruq da nişanələrini, kifayət eləmir. Yox, yəni nişanələri görəsən. Görməsən elm lazımdır, subut eləyəsən. Allah Taalanı da elmdən subut, elm dərk, ha, subut yox, dərk, idrak, qopdurasan qəlbə. Elmdən Allahı dərk eləmək mümkün deyilsə, bu gözlə görmək mümkündür. Biraz diqqət eləsiz görərsiniz mənasını. Bir şeyi ki, mən gözdən görə bilmirəm, başlayacağım elmlə subut eləməyə, dərk eləməyə, qavramağa. İndi mənə ki deyilir, sən nə inirsən elə bunu elmlə dərk elə bilməzsən, mən onu gözdən görə bilərəm. Elmin əhatəsi genişdir, gözün əhatəsi, elmin əhatəsi genişdir də. Elm çox genişdir. Elmin imkanları çoxdur. Bir şeyi ki, göz görməklə parçalaya bilmir, beyin parçalayır onu. Məntiq parçalayır onu. Məsələn, insan, adam gərək yaxşılıq eləsin. Sual verir, qardaş, hansı adam? Əhməd, Həsən, Hüseyin. Yox, adam. Hanı o adam? Hanı? Var belə bir varlıq. Adı olsun, adam. Mən? Yox. Sən? Yox. Bəs kim adam? Kimi deyirsən? Beyin bir nəfər təsəvvür edir. Beyində bu qüdrət var. Bir şeyə ki, beyin əhatə tapa bilməyəcək, bu göz ki, divardan tərəfən görə bilmir, əhatə tapacaq. Salavat Muhammed al-Muhammed. Allahümme salli ala Muhammed. Bu ikinci ayə. Üçüncü ayə. Əraf surəsi 143-cü ayəyə diqqət yetirək. Orada da Allah Taalanın ayəsi bizə subut edir ki, xeyr, bunlar yalan deyirlər, Allah Taalanı görmək mümkün deyil. Nədir ayə?
Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və ləmmə cəə Musa limiqatina. Elə ki Həzrət Musa əleyhissalam gəldi bizim görüşümüzə, vədə verdiyimiz yerə. Və kəlləməhu rabbuh. Və Musanın Rəbbi Musa ilə söhbət elədi. Diqqət edin prosesdə. Qalə Musa ərz elədi. Rabbi, ay Allah, ərini özünü mənə göstər. Ənzur iləyk, sənə baxım. Qalə, Allah buyurdu, lən tərani, sən əbəda məni görməyəcəksən. Və ləkin inzur iləl cəbəl. Amma bax, dağa, qarşındakı dağa bax. Fəin istəqarrə məkənə, əgər o dağ dayandı yerində, fəsavfə tərani, onda sən mənə görəcəksən. Fələmmə təcəllə rabbuhu lilcəbəl, cəaləhu dəkkə. Elə ki Allah Taala dağa təcəlla elədi, dağı darmadağın elədi. Və xarra Musa sa'iqa. Musa huşdan getdi, yıxıldı yerə. Fələmmə əfəq. Elə ki Musa aleyhissalam ayıldı, qal, ərz elədi, Subhanək, sən pak və ucasan, tubtu iləyk, tövbə etdim sənə tərəf. Və ənə əvvəlil müminin, mən iman gətirənlərin ən birincisiyim. Gəlin girişək bu ayənin təfsirinə görə, ayə nə demək istəyir? Quranın dili budur, ha? Belə oxudu, tərcümə edilir, əla, belə oldu. Xeyr, belə olmuyor. İçində çox-çox şeylər var ki, biz sözü oxuya-oxuya ondan qafil oluruq. Nədir məsələ? Tarix yazır, buna şəkk edin yoxdur. Musa Peyğəmbər 70 nəfər öz qovmindən, Quranda da ayı var. Əxtara Musa 70 rəculən. Musa öz qovmindən 70 nəfər seçdi. Alimi seçdi, dedi gedək. Dedilər gedək, Allahdan istə ki, biz onu görək. Gəldilər, Musa Peyğəmbər də bu söz dedi, ilahi görmək istəyirəm. Bunların dilindən. Bunlar görmək istəyirlər. Allah sonra burada lən tərani. Bilmirəm, burada ərəb dil qrammatikasını yəqin oxuyan var. Lən ərəb dilində əbədi inkar ədatıdır. Heç vaxt görməyəcəksən. Nə dünyada, nə axirətdə. Əbəda. Əbədiyyət zamana aid deyil. Əbədi inkar ədatıdır. Sonra bu əbədi inkar ədatını Allah Teala başa salır buna. Niyə görməyəcəksən? Unzur iləl cəbəl. Bax dağa. Əgər yerində dayandı, sən məni görə bilərsən. Dağ yerində dayandı, dayanmadı. Dayanmadı ki. Dağ yerində dayanmadı, darmadağın oldu. Sual, qiyamət günü Allah dağa təcəlli eləsə, dağ yerində dayana biləcək? Deməli, heç vaxtda Allahı görməyəcəksən. İngilislərin bir sözü var, bu əclaf taği, onu misal çəkib. Deyib ki, bizim dövlət rəhbərlərinə sataşıb baxır. Deyib ki, əgər bizim dövlət başçılarımız dindardırsa, mən də onu Roma papasıyam. Mən nə qədər Roma papasıyamsa, o da o qədər dindardır. İngilislərin sözü var, biri deyəndə ki, mən buramıza müdüriyəm, onda mən də Papa Rimskiyəm. Belə sözlər ifadələr işlədilər. Bu məşhur misaldır onu. Allah da bu işi dağ yerində dayansa, onda sən məni görərsən. Dayanmadı ki, görə bilməyəcəksən. Allah Teala qeyri-mümkün işi, diqqət edin bu sözü xahiş edirəm. Allah Teala bu ayədə özünün insanın gözü tərəfindən görünməsini qeyri-mümkün işlə şərtləndirir. Mümkündürmü ki, Allah Teala təcəlli eləsin, dağa dağ dayansın yerində? Xeyr. Deməli, Allahı görmək qeyri-mümkündür. Çünki şərtdir Allahın görünməsinə bu dağın yerində qalması. Başqa ayədə var. Hələ Allahın təcəllası qalsın. Bu Quran ki, nuzul olub, yəni bizim səviyyəmizə indirib Allah Teala bunu. Həşrdə nə buyurur? Ləv ənzəlnə hədəl Qur'anə alə cəbəlin, bu Qur'anı biz bir dağa indirsəydik, lərəəytəhu xaşiən mutasaddiən min xəşyətillah. Allahın qorxusundan dağ məhv olardı. Bu təcəllanı Allah Teala
dağa göndərsə, dağ məhv olur. İnsan gözü məhv olmaz. Bu iki. Birincisi, inkar ədatı, əbədi inkar ədatı. İkincisi, özünün görünməsini qeyri-mümkün işlə şəkləndirir. Üçüncüsü, Musa Peyğəmbər ayılandan sonra nə dedi? Subhanək, sən çox pak və ucasan. Ya Musa, Allah nədən pak və ucadır? Nədən pak və ucadır? Gözdən görünməkdən. Yoxsa bunun mənasındadır, Subhanək, sən paksan. Əvvəl pak deyildim ki, yox, görünməkdən də paksan. Başqa ayə var Quranda. Subhanallah əmmə yasifun. Allah Teala onların vəsf etdiklərindən çox ucadır. İlla ibadəllahil müxləsin. Yalnız Allah Teala'nın müxləs bəndələri Allah'a vəsf etsələr, o düzgündür. Musa Peyğəmbər də Allahın müxləs bəndələrindəndir və deyir ki, Subhanək, sən gözdən görünməkdən ucasan, alisən, paksan. Salavat-ı Muhammed, Ali Muhammed. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Sonra deyir, tubtu iləyik, tövbə etdim sənə ilahi. Ya Musa, nədən tövbə elədi? Musa Peyğəmbər tövbə eləyir bundan ki, ilahi, mən daha bunu səndən istəmərəm. Madam ki, qeyri-mümkündür görmək, niyə istəyim? Mən ilk iman gətirənlərdən. Musa Peyğəmbər nəyə ilk iman gətirdi? İbn Abbasdan hədis var. Bu hədis Təbərinin Cami'ül Bəyan təfsirində 9-cu cildin 38-ci səhifəsindədir. Musa Peyğəmbər haqqında İbn Abbas, Abdullah İbn Abbas Peyğəmbərin əmisi, Hibr-i Ümmət, ilk müfəssir. Əhl-i Beytdən qeyri. Buyurur ki, Musa Peyğəmbər ki, bu ərz edir, və ənə əvvəlil müminin, mən iman gətirənlərin birincisəm, yəni mən ilk iman gətirən şəxsən buna ki, Allahı heç bir məxluq görə bilməz gözünə. Bu da belə. Hansı surə qaldı? Bəqərə surəsi qaldı. Bir dənə salavat deyin, onu da deyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Bəqərə surəsi 54-55-ci ayələr. Orada Allah Teala nə buyurur? Buna diqqət eləyin. Buyurur ki, Euzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ. Musa Peyğəmbər, o zaman ki Musa Peyğəmbər öz millətinə, qövmünə dedi ki, ay mənim qövmüm, siz bu danaya, buzova pərəstiş eləməklə, sitayiş eləməklə özdə zülm eləmişsiniz. فَتُوبُوا إِلَى بَارِئِكُمْ. Qayıdın öz Rəbbinizə tərəf tövbə eləyin. فَقْتُلَ أَنفُسَكُمْ. Öldürün özünüzü. Qırın bir-birinizi. ذَلِكُمْ خَيْرٌ لَكُمْ. Bu siz üçün yaxşıdır. İndə barikum, Rəbbinizin yanında fətabə aleykum ki, Rəbb tövbə etdi sizə. İnnəhu və təvvab rəhim. Allah tövbəni qəbul edən və rəhimdir. Musa Peyğəmbərin qövmü danaya sitayiş eləmişdi. Cəzası nə oldu? Qırın bir-birinizi. Bəla göndərdi Allah Teala. Əmr elədi, öldürün özünüzü. Belə. Deməli, danaya, buzova ibadət eləmək o qədər pis işdir ki, Allah birbaşa bəla göndərir. وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نُؤْمِنَ لَكَ. Və o zaman ki siz dediniz Musaya, ay Musa, biz sənə heç vaxt iman gətirməyəcək. Bir dəfə iman gətirə bilərik. Hətta nərəllahə cəhrətən. O zaman iman gətirir, Allahı açıq-aşkar görək. Belə səni mən gördüyümüz kimi Allahı aşkar görək. Allah dedi, buyurun görün. فَأَخَذَتْكُمُ الصَّاعِقَ. İldırım vurdu sizi. Bəla gəldi göydən. Və əntum tənzurun, siz də baxırdınız. Yəni, danaya istayiş eləməklə Allahın görməsinə, əqidəni Allah Teala eyni şey hesab edir bu ayədə. Ona da bəla göndərir, buna da bəla göndərir. İmam Əli əleyhissalamdan. İndi bir keçək bir hədisləri də deyim, sonra bir-iki dənə əqli dəlil deyəcəm. Səhih-i Müslim, 1-ci cild 110-cu səhifə. Ayşə xanım belə nəql eləyir. Kim Peyğəmbərin Allahı gördüyünü güman etsə, Allaha rəva olmayan nisbət verib. Allaha layiq olmayan xasiyyəti Allaha aid edib.
2. Nəsai təfsir kitabı, 2-ci cild 245-ci səhifə. İrşadus Sari, 5-ci cild 276-cı səhifə. Əl-Mətalibul Aliyə, Razi, 1-ci cild 87-ci səhifə. Nə deyirlər bunlar? Deyirlər ki, Cənab-ı Əbu Zər rəhmətullah dedi, Peyğəmbər Allahı gözü ilə deyil, qəlbi ilə müşahidə etmişdir. O Meyrac gecəsinə aid hədislərdə bir qatma qarşılığı olur da. İbn-i Macə Sünən kitabında 2-ci cild 1426-cı səhifə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, İbn-i Macə deyir, meyyiti ki qəbrə qoyurlar, ondan sonra sual edirlər. O suallardan biri budur ki, Allahı görmək olar ya yox. Meyyit ki deyir Allahı görmək qeyri-mümkündür, buna görə meyyitə savab verirlər. Meyyit deyir, yox Allahı görmək olmaz, buna görə meyyitə savab verilir. Kitabların, Qurandan başqa kitabların padişahı Nəhcül Bəlağa, 185-ci xütbə. Cənab-ı Əmirül Müminin əleyhissalam buyurur, gözlər onu görməz. Ardıca birdən söz buyurur, başa salır ki, ay bədbəxt, o şeyləri ki, sən təsəvvür edirsən, Allaha aid deyil. Və örtüklər onu örtməz ki, sən deyəsən, qiyamətdə örtük asılacaq. Hansı örtük? Allahı örtən bir şey var, qiyamətdə asılsın. Görürsən, indi gör də. Keçək əqli dəlillərə bir dənə salavatdan sonra. Allahümmə salli ala Muhammed. 1. Hər şeydən qabaq deyim. Quranda bir ayə var. İnnə şərrəd, Ənfal 22. İnnə şərrəd dəvəbbi indəllahi summul bukmullezine la yaqilun. Allah Taala'nın yanında, nəzərində ən o pis canlı o canlıdır ki, ən o pis tərpənən, o tərpənəndir ki, kardır, laldır, ağlı yoxdur, düşünmür. Yəni, bu kar lal yox ha, yəni, karda haqqı eşidə bilmir, haqqı eşidə bilmir, haqq deyə bilməyəcək. Düşüncəsi yoxdur. Düşüncə, ağıl, Quran-ı Kərimin, nə deyim, rəmzidir. Quran ağıl Quranıdır. Səfihlərin Quranı deyil. Biz əqlə əsaslanıb Allahı qəbul eləmişik. Əgər əql deməsəydi ki, bütün bu yaranmışları bir yaradan olmalıdır, bizim haqqımız var hansı dini qəbul eləyək? Xeyr ola, İslamın özünü qəbul etməkdə, Allahı, Quranı qəbul etməkdə əqlə əsaslanaq, amma Quranın sözlərini qəbul etməkdə əqlə əsaslanmayaq. Yadınızı saxlayın, İslam dininin əqlə əsaslanmayan bir dənə detal da yoxdur. Başqa mövzuda inşallah söhbət edək. 1. Ağıl deyir, göz o şeyi görür ki, həmin şey bir tərəfdə olsun. Mən bu tərəfə baxanda bu tərəf görə bilmərəm. Allah Taala hansı tərəfdədir? Buyurur. Bəqərə surəsində və Hədid surəsində, Hədid için deyirəm. Bəqərə 115-də Fəynəmə tuvallu fəsəmmə vəchullah. Hara baxırsa Allahın çöhrəsidir. Əlbəttə bunu deyim ha, bir dənə biraz gülün. Bu çöhrəsi sözündə ora götürülür, deyirlər ki, Allahın çöhrəsi var, üzü var. Allah heç də oxşamır. Ləysə kəmətliyi şey var axı Quranda, Allah heç də oxşamır. Amma onlar deyirlər Allahın üzü var, 2 dənə gözü var, 2 dənə əli var, 2 dənə ayağı var. Ayağım bilmirəm, 2 dənə deyir, çox deyir. Hər halda ayağı var. Və bütün bunlar insandır, totsun insandır, amma insan deyil diyor. Salavat Muhammed Ali Muhammed. Allahümmə salli ala Muhammed. Və huvə mə'əkum əynəmə kuntum. Harada olursunuz olun, Allah sizinlədir. Sən hara baxıb Allah'a görəcəksən. Hayana baxırsan Allah da hara baxıb Allah'a görəcəksən. 2. Alimlər deyirlər, elə biz də bilirik ya, alimlər bizə başa salırlar bizim həyatımızı. Deyirlər, adam 2 şeyi görə bilmir. Çox uzağı və çox yaxını. Görə bilir, çox yaxını. Bax, görüm nə görürsən. Gözü var, sıxmın gözü, görüm nə görürsən. Çox uzağı. Bax, indi, denən ki, mən buradan baxıram, biləcərdə o şadlıq saray var, görürəm onu. Hardan görürsən?
Mümkündür. Quran buyurur ki: "Və nahnu aqrabu ilayhi min hablil varid." Biz insana onun şah damarından da yaxınıq. Hara baxır görürsən Allahı? Üçüncüsü. Buyurur ki, İmam Sadiq əleyhissalam buyurdu, Allahı görmək qeyri-mümkündür. Çünki göz o şeyi görür ki, həmin o görünən şeyin rəngi olsun. Rəngi olmayan şeyi göz görə bilir? Allah Taala'nın kim rəngliyib ələ yazdı billah. Dördüncüsü, Allah görünən heç nəyə oxşamır. Ləysə kəmitliyi şey. Onun kimi heç nə yoxdur. Cism olmayan, maddə olmayan varlığı görmək mümkündür. Bax dedikdə xırda bir enerjini görmək olmur. Altıncısı. Burada bir bəhs eləmişəm. İstəyirəm onu sizə çatdıram. 2 dənə bəhs var. Qutarıram bundan da, dartmayın. Bir dənə salavat deyin, qutaraq bəhs. Allahümmə salli alə Muhammed. Baxın, qardaşlar, insanın xasiyyətidir. Deyir, bir nəfərə deyirlər ki, bir nəfər alimə. Ay ağa, biz bu Allahı niyə görə bilmirik? Deyir, bala, biz insanlar nəyə görmüşük, xarab eləmişik. Yaxşıdır ki, Allahı görə bilmirik. İndi bunu biz çevirək başqa cürdür. İnsan nəyin görünməsi mümkünsə onu təsəvvür edir. Burada kim var ki, Həzrət Peyğəmbər təsəvvür eləməsin? Həzrət Əlini təsəvvür eləməsin. Görmüşük? Yox. Amma təsəvvür eləməyə çalışırıq. Cənnət. Cəhənnəm. Görəcək axı. Təsəvvür edirik. Gəlin təsəvvür edək ki, əl-əyazü billah, əstəciru billah, Allah pənah varram. Biz Allahı görə biləcək. Sən özündə bir dənə şey yaradırsan, beynində Allahdır. Mən bir şey yaradacaq. Hacı bir şey yaradacaq. O bir qardaş bir şey yaradacaq. Maşallah, nə qədər Allahımız var. Yusuf surasında Allah Teala Yusufun dilindən buyurur. Ərbabun mütəfərriqunə xeyr əmillahul vahidul qəhhar. Bir Allah yaxşıdır, ya müxtəlif Allahlar yaxşıdır. Bir Allah yaxşıdır da. O bir Allahın bəhdaniyyətini qorumaq üçün biz gərək Allah Teala'nın görünməməsini təmin edək öz ağlımızda. Və bir də İslamın başqa dinlərdən uzalığı budur. Bayaq söhbətin əvvəlində dediyim kimi. İslamın Allahı da ən ali Allahdır. İslamın rəhbəri də ən ali rəhbərdir. İslamın dini də, hökmü də ən ali hökmdür, dindir. 5-6 nəfər ağlını tətilə göndərmiş qardaşın, müsəlmanın ağlı ilə oturub durub Allahı təyin eləmək olmaz. Allah Teala cümlə müsəlmanları İmam-ı Zaman ağanın zuhuru ilə hidayət eləsin inşallah. Allah Teala İslamı sevməyənləri sevməsin. Allah Teala İslamı təhqir edənləri həm dünyada, həm ahirətdə təhqir eləsin. Salavat Muhammed Ali Muhammed. Allahümmə salli